Heç düşünmüsünüz? Bir biznesin, yəni bir şirkətin həqiqətən uğurlu olub olmadığını hardan bilirik? Onların danışdığı bir hekayə var və bu hekayə rəqəmlərlə yazılır. Bu prosesə maliyyə uçotu dövriyyəsi deyirlər. Gəlin elə bugün o hekayənin necə yazıldığını addım-addım başdan sona birlikdə açaq. Baxın, bütün bu prosesin, bütün bu zəhmətin bircə məqsədi var. Maliyyə hesabatlarını hazırlamaq. Yəni, əlimizə aldığımız hər qəbz, yazdığımız hər rəqəm, amma hamısı bizi sonda o yekun sənədlərə, o hesabatlara gətirib çıxarır. Bütün yolun sonu ora aparır. Yol xəritəmiz də çox aydındır. Baxın, əsas məqsəddən başlayacağıq. Sonra əməliyyatların sənədləşdirilməsinə, jurnallara, sınaq balansına baxacağıq və sonda da yekun hesabatlarla bitirəcəyik. Gəlin görək, o kiçicik bir qəbz bu uzun yolun necə gedir? Deməli, ilk addım. Unutmayın, mühasibatlıqda heç nə boş yerdən yaranmır. Hər şey bir sənədlə başlayır. Bu, sanki bir cinayət yerindəki dəlil kimidir. Əlində sənəd yoxdursa, deməli hadisə baş verməyib. Fərziyyələrə, məncə belə oldulara burada yer yoxdur. Hər şeyin kağız üzərində isbatı olmalıdır. Bu sənədləri də ümumiyyətlə 3 böyük qrupa bölmək olar. Birincisi kassa, yəni əldəki nağd pulla bağlı hər şey. İkincisi bank, yəni hesabdan hesaba köçürmələr. Və üçüncüsü də alqı-satqı sənədləri. Demək olar ki, biznesin bütün gündəlik nəfəsi bu 3 sənəd növündə öz əksini tapır. Hə, baxın, burada çox maraqlı bir detal var. Şirkətə pul girəndə, yəni kassa mədaxil orderi ilə sənədləşdiriləndə, bu çox ciddi rəsmi bir blankdır. Amma pul çıxanda, yəni məxrac orderi ilə, bu o qədər də ciddi formalı sənəd sayılmır. Maraqlıdır, elə deyilmi? Bu bizə nəyi göstərir? Sistem şirkətə girən pulun uçotuna, çıxan puldan daha çox diqqət yetirir. Girən pulun yeri dəqiq bilinməli. Yaxşı, sənədlərimizi topladıq. O kağız yığını artıq əlimizdədir. İndi növbəti mərhələ başlayır. Bütün bu dağınıq məlumatları bir nizam-intizama salmaq və bu işi jurnallar və baş kitablar görür. Əməliyyat jurnalını bilirsiniz nəyə bənzətmək olar? Şirkətin şəxsi gündəliyinə. Hər gün nə baş verirsə, xronoloji ardıcıllıqla, yəni saat-ba-saat, gün-bə-gün ilk olaraq bura yazılır. Başqa heç bir yerə yox. İlk bura. Gəlin bizim kitab mağazası hekayəmizə baxaq. Məsələn, təsisçi şirkəti qurmaq üçün 30.000 manat pul qoyur. Bu pul hara gedir? Bank hesabına. Bank hesabı şirkətin varlığı, yəni aktividir. Aktiv artdığında bu debitə yazılır. Bəs bu pul hardan gəldi? Təsisçinin kapitalından. Kapital da artdığı üçün o da kreditə yazılır. Gördüyünüz kimi tərəzinin gözləri bərabərləşdi. Hər əməliyyat mütləq belə iki tərəfli qeyd olunur. Yaxşı, jurnala gündəlik adlandırdıq. Bəs baş kitab nədir? Təsəvvür edin ki, o gündəlikdəki bütün yazıları mövzulara görə ayırıb, ayrı-ayrı qovluqlara yığırsınız. Məsələn, bankla bağlı hər şey bir qovluqda, borclar başqa qovluqda. Baş kitabda məhz budur. Jurnaldakı məlumatları hesablar üzrə qruplaşdırır. Baş kitabın əsl gücü də elə burada ortaya çıxır. Baxın, jurnala səpələnmiş bütün bank əməliyyatlarını bir yerə toplayan kimi qarşımıza aydın bir şəkil çıxır. Bütün pullar gəldi, bəziləri getdi və sonda nə qaldı? Bir an içində görürük ki, bank hesabımızda dəqiq 41,40 manat pulumuz var. Çox rahatdır, deyilmi? İndi gəldik 4-cü addıma. Sınaq balansı. Buna belə baxın. Böyük final çıxışından əvvəlki son məşq kimidir. Hər şeyin qaydasında olduğundan, bütün rəqəmlərin bir-birinə uyğun gəldiyindən əmin olmaq üçün bir yoxlama aparırıq. Bu, bizim təhlükəsizlik kəmərimizdir. Və bu yoxlama bir qızıl qaydaya əsaslanır. Bütün mühasibatlığın, bütün bu sistemin ürəyi məhz bu bərabərlikdir. Aktivlər bərabərdir kapital plus öhdəliklər. Yəni şirkətin nəyi varsa, onun mənbəyi ya sahibin öz puludur, ya da kimdənsə aldığı borcdur. Başqa variant yoxdur. Sınaq balansı da məhz bu möhtəşəm tarazlığın pozulub-pozulmadığını yoxluyur. Və budur o an. Kitab mağazamızın sınaq balansına baxırıq və nə görürük? Debit sütununun cəmi 67.400, kredit sütununun cəmi yenə 67.400. Mükəmməl bərabərlik. Bu o deməkdir ki, hər şeyi düzgün etmişik, heç bir yerdə səhvə yol verməmişik. İndi artıq hekayənin finalına, yəni son fəslinə tam hazırıq. Artıq rəqəmlərimizdən tam əminik. İndi o an gəlib çatıb ki, bütün bu topladığımız məlumatları dünyaya təqdim edək. Bu bizim sonuncu və ən vacib addımımızdır. Yekun maliyyə hesabatlarının hazırlanması.
Bütün hekayənin zirvə nöqtəsi, kulminasiyası məhz burada. Bütün bu zəhmətin nəticəsində isə ortaya bu 5 əsas sənəd çıxır. Birincisi, mənfəət və zərər hesabatı. Adından da göründüyü kimi, pul qazanmışıq yoxsa itirmişik onu göstərir. Sonra kapitalda dəyişikliklər hesabatı gəlir, yəni sahibin payı artıb yoxsa azalıb. Üçüncüsü, balans hesabatı, nəyimiz var, kimə nə qədər borcumuz var. Dördüncüsü, pul vəsaitlərinin hərəkəti, pul konkret olaraq hardan gəlib və hara xərclənib və nəhayət, bütün bu rəqəmlərin daha detallı izahını verən qeydlər. Bu bənzətmə əslində vəziyyəti çox gözəl izah edir. Deyir ki, balans hesabatı sanki ilin son günü şirkətin bir şəklini çəkmək kimidir. Çox dəqiq ifadədir. Yəni bu bir video, bir hərəkətli proses deyil. Bu sadəcə bir stop kadrdır. Məhz o an üçün şirkətin vəziyyətinin donmuş bir görüntüsüdür. Yaxşı, bəs biz bu foto şəkildə nə görürük? Biz o əsas, o fundamental mühasibatlıq bərabərliyinin son sübutunu görürük. Yəni, şirkətin sahib olduğu hər şeyin, aktivlərin, onun borcları ilə sahibinin kapitalının cəminə tam bərabər olduğunu. Tarazlıq yenə də öz yerindədir. Hər şey mükəmməl uyğunluq içindədir. Beləcə, gördüyünüz kimi tək bir alver qəbzindən başladıq, gəlib çıxdıq şirkətin böyük maliyyə mənzərəsinə. Gəlin bu səyahətin əsas məqamlarını sürətli şəkildə bir daha xatırlayaq. Deməli, hər şey necə baş verir? 1. Hər əməliyyat üçün mütləq bir sənəd olmalıdır. 2. Bu sənədlər xronoloji olaraq jurnala yazılır. 3. Jurnaldakı məlumatlar baş kitabda hesablar üzrə qruplaşdırılır. 4. Sınaq balansı ilə bütün hesablamalarımızın doğruluğunu yoxlayırıq. Və 5. Yekün maliyyə hesabatları ilə bütün bu hekayəni dünyaya danışırıq. Bu qədər sadə və məntiqlidir. Və bütün bunlardan sonra əsas sual sizədir. Sizin biznesinizin, sizin işinizin maliyyə mənzərəsi necə görünür? Onun hekayəsi nə danışır? Heç vaxt unutmayın, rəqəmlər quru statistika deyil. Onlar düzgün oxunanda bir biznesin keçmişini, bugününü və hətta gələcəyini göstərən canlı bir hekayədir.